Deməli, sabahınız xeyir qızlar. Ümid edirəm ki, yaxşısınız. Mən də səhəri çoxdandan açmışam bugün. İstirahət günümdür, 3-cü gündür evdəyəm. Həm də bugün Qurban Bayramıdır. Oy, siqnal çalır. Qurban Bayramı münasibətilə hər birinizi təbrik edirəm. İndi tələsirəm. Sadəcə ev paltarında belə gedirəm. Ev paltarındayım. Bir dənə sumkanca götürdüm pula görə. Vəsə, indi uşaq evdən çıxıram. Gedirəm, mamam gəlir, bacım gildən Məştaxa tərəfdəki Araza gedirəm. Dünən 2 qar, yağış, boranla qablarım palçıda, neysə, təcə geyinim, ayağımı da rajukda bilmirəm, hara qoymuşam, tələsirəm. Orada da uşaqlar şeylə məşğuldurlar, cücələr içəri salmaqla. Qardaşım elə bizim maşınla apart etsin, maşınla gedək. Yoktur, bryonka yoktur burada. Olmaz imtihanı. Ne ters dedi aynı. Ha, hava istedi. Onda belirli cüllüktür. Ay Allah, ay Allah. Mamam bu cücə cüllüdür. Küşək. Bunu da küşü öldürsən, gör hara gedir. Ay bala yeri. Küş. Baba təkcə çöldə qalıb da. Deyən, ay sənə lazımdır mı bu? Gir içəri. Yallah, hara. Şu axır ki girdi. Ermən. Allah haqqı, hə. Ona bax, günəşlənirlər. Yeri, hara gəlsin? Küşə. Küş. Hara, küşə. Yere, küş. Buna bak, bunların keyfləri. Ona bak, gör necə günəşlənirlər. Ay, hara gəlirsiniz? Ay, ona bak, qaçdılar. Ay, hara gəlirsiniz? Bilmirəm mən, küşə. Gözüm bağla, ağzım. Vəsə, hamısını saldıq. Bağla. Vəsə, cüzələr də saldıq. İndi giyinib, hazırlaşıb evdən çıxacağıq. Amma adam heç evdən çölə çıxmaq istəmir, amma məcburum. Məştəqəyə gedəcək. Bizim giraslarımız gəlib. Gətirib giraslarımız. Evimdəki salı çəkələr baxın, hərəsini bir cürə giymişim. Evimin tələziyi çıxanda görməkdə giymişəm. Əsl yeni modadır da. Hə? Hə, gedək. Hə, nədir bu? SSR'in dövründən qalma pullar. Ha, nədir bu? Rubleydi. Hə, bu rubullardır. Ha, neçənci ilin? 89-cu ilin. 61 də var. Dayvın ili də var, bax, 89. 61 də olmalıdır, deyəm. 61 də var. Dən görə. Bu 82 də var. 87 də var. 87 var. 86 yoxdur. 91 var, deyəm. 91 var. 98. 79. 86 yoxdur. 86. Həqiqi, baxın. Azərbaycanın ilk pulları da var. Həqiqi, dəmir fokuslamadı. Uzatdım, 86'dır. Nəsə fokuslamadı. Amma yenə belə vəsə, ala. Davay. Deməli, iş paltarlarımı da yudum, tərtəmiz qurudu. Arxaya ora fikir verməyək. Çünki başqa paltarlar da var. Onları mamam özü yığışdıracaq. İşte giyindim, şalvarım, koftam.
Və əsas məsələ isə mənim önlüyümdür. Bu da mənim önlüyümdür. Yazın 2 dənə burada cibi var. Yazın ciblərindən evə gətirəndə qədər salfetka çıxardım. Patalarımı qatarıb özümü götürürüm. Yoxsa ki, sərsə yumuşdum patalarım, amma quruda hava qəşəkdir. İsti, qəşək hava var. Və patalarımı hazır. Niyə patalarımı? Bu axşamda kursa gedirəm. Saat 7-də kursum var. Pataları da özümü götürürüm. Çünki Mazımgirə gedəcəm, axşam orada qalacam. Səhər oradan işə gedəcəm. Ona görə patalar özümə daşımalı olacam. O da mənim şeyimdir, kastinkamdır. İşte baxıram. Əslində işini kim vermişdilər, amma çox sintetikdir. Saçma iyi hopurdu, ona görə onu ləğv elədim. Dedim, olar mən özüm kimi bandamamı, öz bandamamı istifadə edim. Manda evdən tapıb qırmızı bandamı, qırmızı verir, elə qırmızı da taxırım. Bunları qəşək yığım. Çünki bir də əlimdə bir də blokla gəzəcəm. Birinci Maşdağaya gedəcəm, uşaqlara söz vermişəm. Daha doğrusu Nuraya ən çox söz vermişəm ki, səni aparacam. Maaş təzə alınıb deyə, bəzi alması yer kapıda istəyir. Bilmirəm, gedək gör tapa biləcək mi? Söz. Böyle. Böyle hazırdır. Söz. Giyindim. Hazıram. Bunun üzərindən götürürüm. Çünki axşam kursdan çıxanda soyuq olur. Ona görə də giyindim elə hazırca. Bir dənə qardaşımı gözləyirəm. Qardaşım bizi aparacaq Məşdağaya. Dedim tez eləsin ki, oradan da sonra kursa gələcəm. Kurs da içəri şəhərdədir. Oradan ancaq mənə metro Koroğlu. Koroğludan da mənə metrobus Koroğlu qədər biraz vaxt zaman lazımdır. İndi də inşallah proqazar vaxtdan düşmərəm. Sağ-salama keyf çatarım. Eşim bu qədər. Bura bizim balaca otaqdır. Buranın belə dağınaq olduğuna baxmayın. Çünki əlimizdə nə keçirsə hər şey yəni burada qoyuruq. Demək olar ki, o birisi oda. Baxın, burada da vişukadır, lazımlanan şeylər falan asırıq. Yəni əlimizdən çıxartdığımız falan belə dəyişdiririk. Bugün əslində ev günümdür, amma heç ev günü kimi hiss eləmirəm. Sizi kuxulanı sizə gərək göstərim. Möhtəşəm dibdən bucaqdan mamamların qəşəcə təmizlədiyi pərdələri falan qəşək saldı. Sadəcə çəkə bilmədim. Çünki əgər onu çəksəydim, yəni o vaxtım olmayacaqdı. Daha şkafın üstündə istərsəmiz axı yağ şeylər əmələ gəlir. Yəni ona kimi silib təmizləmişik. İndi qoy görüm çəkə bilirəmsə, indi sizə çəkəcəm. Deməli qızlar, sizə isə burada artıq mətbəxin yəni son halını sizə göstərirəm. Sadəcə olaraq dediyim kimi video çəkiliş eləməmişdim və dibdən bucaqdan ürən istədiyiniz kimi belə qəşəng yəni təmizlik elədik mamamla birlikdə və bütün şkafın üzərini falan, yəni ancaq üst hissəni, alt hissəni təmizləmədim. Sadəcə üst hissəni təmizlədik və bizim təmizliyimiz də belə alındı. Ha, dasan seçirsən. Ailə kəndi holladı. Elə mama bura kənara qoyuram, götürərik. Qalsın burada. Qoyum da bu tərəfə ki, gəlin götürək. Hiç sözüm yadıma düşmür axı. Mən də dedim oradan saxlar. Mama bax sənin tavandan. Necə? Hə. Görəm o neçədir? Mama 31 manat 20 qəpik. Yo, yüngül. Yüngüldüm həm tavandı. O nəyə davam? Neyinəsən bala? Narıncı renkli. Ama pislerine yok değil. Alırsan ucu? Hə. Bunlar məncə dəst olan 11 manata. Hocam, 850. Hangisini istəyirsən götür. Yox, yemək Sən pişirməyəcəm. atanın götür. Tova pişirməyəcəm. Sən mənim ölmüşüm. Az, niyə sən ölürsən ay anam bu? Neçədir? 10 Hansı 40. qəşəngdir? O 10 40-adır. Hansı keşik? Bundan kalındır. Bak da, arkadaşın Allah diyor. Ay mama yox o da nə olur? Şimdi geçimleri uşaq üçün belə dəst qabları qoydum. Onun içərisində qiymətini soruşlar. Aman get sor.
Var просто да, надо искать. Kayalar. Ha. Amma xoşum. Baba bu necə qəşəng şirindir. Nerede o? Bu pesok qabı içində. İçində qaşığı da var. Bəzi insanlar çox xoşsuzdur. Ay yok, ay yok. Ana alma, anasını aldıracağım. Bu ne içiyor daha? 3.90. Ana. Köpte mig innan man såg. Kolla de är snygga. Don? Hardasa. Hardası. Eyvə. Aynı. Amma bu 2.20-yədir. El ondan tadı yaxşı değil. Yox ay mama. Bu onlar ondan daha yaxşı. Bundan məndə evdə olmalıdır. Bu parçadır, içərisi yaş olub pis gün üçün. Aldatmış Geçendi. Hə. Neçədir bu? Hə, Mama mən sana bundan alacağım. 2.80. Bu neçədir? 4 tane. Qızım mən mama uje elə çaşqalar sevmir. Gəl. Mama 8 manat 40 qəpiyyədir. Mama хочешь фруктов? Красиво даже. İndi yox. Ay mama, aldım bana bundan. Ay qızım nə harırsan? Hə? Doğramaq üçün düşüşədir bax. Üstündə durğan. Hə, hə, hə. Sınmaz ki. Ay yox. Neçədir? Bunun bir dənə qiymətən baxım. Bak şu. Mama 4.60-adır, amma qəşəng. O tərəfə keç, o nədir be? Hansı? Bunlardan yox, bunlardan istəmirəm. O da 6.50-yə. Ha, Bu 6.50-yə. da qəşəkdir. Hə. Bu vaşı ikisi bir yerdədir, 8.50-yə. Hansı ikisi bir? Bax o. Ha, bundan bu. Ha. Amma bu qalındır da. Ay bir neçədir mama? Şu bir manat atmışdı. Yox ay qızım, qiyməti yoxdur. Ha, bir də buradadır. 20 manat 80 qəpik. Gedə Çərsə sözdə ki, şortka bax. Koftaya o qədər şey eləmə. Kofta biz taparıq. 7 manat da 80 qəpik. Bildim, Nurka, bu materialı heç nədir, apar tulla. Yox, gəlin ki. Arka, təmiz pambıqdır bu. Bax bu Hə, qəşək. bax qəşəngdir. 5 Neçə? manat 20 qəpik. Alın. Ayağı açıq, qolu da açıq, yayına yatmaq. Görəm bu neçə yaşdır? Bax ki. Bunun işçidən soruşaq. Görə bu harda var? Bunu soruşaq işçidən, bu qəşəngdir. Bax da bunu. Burada yazılmıyor ki. Burada yazılmayıb, içində də yoxdur. Gərək işçinin şeyidir. Bax, burasında yazılıb, bəyən. 4-6 aylıq. Bax, bu nədir? Bax, bu 4-6 aylıqdır. Elə qucağında şundan. Bax, bu. Boy uzundur, bu olacaq, Hə, yaxşıdır. hə. Yaxşıdır. Beləsi də var, bu mişqalıdır. Bu arka, bu da var bax. İndiki birazdan. Yox, elə belə şeyləsidir. Bir gəl. Hoşuma. Babamın kız şimdi aldım. Telefon. Səni? Mənim. Mamam gene alışveriş etdikdən sonra onlardan ayrılıram və avtobusa minib Koroğluya gəlirəm. Çünki metro ilə də İçər şəhərə gedəcəydim. Burada gecikməmək üçün Avro artıq 6-20 dəqiqə qalmış idi. Mən onlardan ayrılanda alışveriş etdiyimiz, sonra başqa real market vardı, orada daxil olduq. Orada alışveriş etdiklərimizə heç birini çəkə bilmədim. Çox-çox təəssüf olsun, heç istəməzdim belə olsun. Amma yəni çəkə bilmədim. Çünki onlar maşınla evə getdilər və yolun yarısında isə mən düşdüm. İndi isə kursa gedirəm. Bu arada isə artıq metrodan çıxmışam və gec olmadan kursa çatmalıydım. Amma yaxşı ki, yəni vaxtında çatdım. Çünki yollar açıq idi, heç bir probka falan yox idi. Ona görə rahatçılıqla gəlib çatdım. Bura qədər izlədiyiniz üçün sizə çox təşəkkür edirəm. Neçə gündür bu videonu çəkmişəm, amma yəni montaj edib paylaşa bilmirdim. Ümid edirəm ki, yəqin ki, indən sonra videolar, yəni çox istəyirəm ki, yəni tez-tez paylaşım. Amma çox təəssüf olsun ki, işimlə əlaqədar olaraq yəni tez-tez video paylaşa bilmirəm. Yəni etdiyim sadəcə işə gedirəm və işlər qayıdıram. Evə gəldiyim zaman da çox işləri falan hamısını mamam özü görür. Ona görə də yəni mən
mənə heç bir şey qalmadı. Yəni videoda çəkmək demək olar ki, yəni həvəsim olmur və ya da kontent olmur. Həm də çox yorğun gəlirəm. Bura qədər izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm və artıq burada kursa daxil olaram. Və sağ olun, sağlıqla qalın. İnşallah yeni videolarda görüşmək üzrə.